Allah'ın salamı olsun prezidentimize, Mehriban xanıma, qulaq insanlara, cəmaətimə, xalqıma. Möhtərəm prezident, sizin dünən ad gününüzdür. Vaxtım olmadı sizə təbrik eləməyə. Allah can sağlığı, uzun ömür sizə, Mehriban xanıma, ailə özə. İnanırsınız, həyəcan keçirdirəm. Gündə mən yorulmuşam valla. 2 dəfədir Mehriban xanımın qabulunda olmuşam, 19'u da, ondan qabaq da. Çox sağ olsun. Mən bilirsiniz də vərəsəyəm, 7 dəfə çəkiliş eləmişəm. Bütün gündə 5-6 ildən yerə gedirəm. Deputat Zahid Orucun yanına, Sahibi xanım düzdür, özü qəbul eləmir, məktublarımı alır, Allah canını sağlığı etsin, kömək eləyir. Orada Zahid Orucu cənabının yanında işləyən köməkçisi də çox sağ olsun. Səbinə xanım da, Vilayət Eyvazov da, DTQ-dan Əlin Ağayev, sonra Əli Əsədov, kimi deyim sizə, hamısından çox sağ olsunlar. Allah onlara can sağlığı versin. Kimi deməmişəm, Əbülfəz Rzayevi, hamısını. Mən sizə müraciətim nədir? Müraciətim odur ki, dün mənim işim 63'də atam rəhmətə gedəndən sonra anam vərəsəliyi keçirdi öz adına. Demişəm də sizə də 6-7 dəfə demişəm, sizə müraciət eləmişəm. Xahiş edirəm, mən yorulmuşam, bilmirəm nə danışım. TikTok'a da qoymuşdum, YouTube'a da 4000 adam qulaq asıb. Mən yorulmuşam, valla bu yaşımda mənim 63'dən dilimdə atamdan anama keçib, anamdan da mənə keçib vərəsəlik. Bu hakimiyyət deyim sizə, nə deyim, bu prokuratura ilə polisin əlindədir. Bütün sənədlər əlimdədir. Bibim oğlu demək istəyirəm ki, bibim oğlu ki, necə, babamın elə bir orada mülkü yoxdur, atamındır. Bibim oğlu götürüb zəbt eləyib mənim torpağım üstündə əmlakımı. 2 nəfər də Kamran adlı Zabratda yaşayan, rayondan gələn insana satıb 17 minə. 4500 dollara da mənim hamamımı qızıl mağazini kimi. Mən daha o qısalları da açıb baxarsınız, Mehriban xanıma da qoydum ki, nə müraciətim olub, nə çəkilişim olub, xahiş edirəm. Siz də açıb baxın onlara. Mənim işimi Qoracılda, deməli, deputat göndərmişdi Qoracıla. Həbib müəllimə 2 dəfə, 3 dəfə qəbul elədi. Qəbul eləyəndən sonra təhqiqatla istintaq rəisinə məni qəbula saldı. O da yalandan başıma allatdı. İşimə baxmalı idilər. Dedilər, orada yoxdur, müstəntiq. Necə ola bilər ki, təhqiqatla istintaq var, yoxdur, bunlar deyir, yalandan. Hamısı bunlarla 12-ci bölmədən, mən sizə demişdim də, 12-ci bölmədən rəisi Fuad Ələsgərovun qardaşı oğludur. Fuad Ələsgərovun qardaşı oğludur. O 12-ci bölmənin rəisi idi, Sabunçuda. O birinci dəfə mən əmlakdan şəklini çəkməyə görə mühəndis verdilər. Uçaskovu ilə getdim 12-ci bölmədən, üstümə hücum elədi, kömək eləmədilər, işi bağladılar. Qoracılda Sərhəd müəllimlə, Tarlan müəllim kağızıma uğradılar, içindən verdilər 12-ci bölməyə. 12-ci bölmədə də Orxan müəllim mən işimi aparmamış, işi bağladılar. İndi mən başınızı ağrıtmaq istəmirəm. Deyim sizə, mənim işim 2 aydır prokuraturalardayım. Mehriban xanım göndərib Respublika prokurorluğuna. Orada mənə çağırırlar, kağız verirlər ki, əmlakın işçiləri pul alıblar. Bibim oğlundan bir də 2 nəfərdən pul alıblar. Bibim oğlundan və prokurorlardan pul alıblar. Mənim işimə baxmırlar. Xahiş edirəm sizdən,
2 aydır veriblər istintaqa, generalın yanında, Daxili İşlər Nazirinin generalının yanında olmuşam. Necə olmuşam? Telefonla danışmışam. Mənə deyib ki, narahat olmayın orada xanım, gedin istintaqda. Deməli, Cavid müəllim oturur rayon Razində, rayon polisində oturur. O mənə 20 polis də vermişdi çəkməyə, mənim əmlakımı. Onlar yalandan qurma idi. Dinləyə görə mənim köhnə işimi onlarla bir yerdə əlbir olub. Mənim evimi, əmlakımı 511-də, A-la B-də atamın deməli 80 kvadrat bir evi, hamamım, sonra hamamı satıb 4500 dollara, Kamrana, Sevda Kazımovaya 17 minə bir evimi satıb Kamrana, sonra 67 kvadratda birdi B-də. İndi yalandan deyirlər B yoxdur, əmlakla birləşiblər, B yoxdur, V qoyurlar yalandan. Ora 4-5 adam yazıb, 4 adam yazıblar yalandan kitaba. Orada Arazxan var, Kənd Sovetində, Balaxanda. Mənim evim, bizim evimiz yerləşir. Deməli, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balafendiyev 3. Onlarla əlbir olub bir yerdə. Arazxan var, Kənd Sovetində. Bütün evləri zadı, hamısını o satır, alır. Baxçıda, deməli, Yasamal rayonunda polisdə işləyir. Polisdə deməli pasportlu stolda işləyir. O götürür, ona kömək eləyir, dalında durur. İcra hakimiyyəti Adil Vəliyev. Ora neçə dəfələrlə getmişəm. Məni qəbul eləmir. Yalandan qəbul eləyəndə də tikintidə, orada planlaşdırma tikintidə oturur orada Elvin müəllim. O da yalandan düşür, heç nə eləmir, çıxır, gedir. Hamısı bunlar pul alıblar. Bir də icrada, Bakı icrasına o gün getmişdim. Orada valla bir qazi gəlmişdi, skorup olmuş durmuşdu, dərman içmişdi. Dərman içmişdi, gördüm polislər qoydu, onu uzandırdılar ora, apardılar. Bir qazi də əlində taxtası, belə biabırçılıq olar, baxmırlar, şikayətə. O yazıq yolda rəhmətə getdi. Mən ağladım orada. Valla eşitdim, dedilər ki, Simaşqaya, sonra dedilər, yox, taksidologiya 5 nömrə ailəsinə deyin. Belə biabırçılıq olmaz da. Orada müəllimə deyildi, bir xanım da gəlmişdi. Mən öz şikayətim qalır bir qırağa. Mən onlara da ürəyim ağrıyır, valla. Belə olmaz. Yazıq taxta ilə çıxdı. O da ona dedilər, dəlidir. Niyə dəlidir? Düz danışır, yazıq gedib vuruşub, torpaq alıb. Prezidentimiz siz bilirsiniz də, görürsünüz də, bu məmurlar, aşağıda oturan məmurlar, yuxarıdan yazıqlar, hamısı kömək edir, yazır, göndərir. Bu aşağıda oturan məmurlar, hamısı pul alıb, bir-birləri, zəncirvari, hamısı bir-birinin tərəfindədir. Demək istəyirəm ki, baxın, mən gün getmişəm, bütün soğuqda, yağışda, yol pullarım, mən pensioner adamam, xahiş edirəm sizdən, belə biabırçılıq olmaz, buna bir çarə qurmalısınız. Xahiş edirəm prezidentimizdən, Mehriban xanımızdan, sizə mən həmişə tərif yerəm hər yanda, ona görə mənə kömək edirsiniz. Xahiş edirəm, gün getmişəm, dünən yox, bir gün olmuşam baş prokurorluqda, Respublika prokurorluğunun yanında. Prokuror mənə kağız verib ki, 12-ci bölmə qeyri-qanunsuz aparmağına görə, obyektiv iş aparmağa görə göndərirlər ora, prokuraturaya, Sabunçu prokurorluğuna, baş prokurorluğunda mavinin yanında oldum, qəbul elədi. Çox sağ olsun Ramazan müəllim, Kənan müəllim, polisə baxan nəzarətçi düşdü aşağı. Dedi, Gülnaz xanım, narahat olmayın, siz gedin, hamısı işi görəcək. Belə biabırçılığa gəlmişəm Sabunçu prokurorluğuna, orada Qəhrəman müəllim verib mənə kağız, Nicat müəllim, orada mən, Nicat müəllim orada köməkçidir, Murad Dadaşovun yanında. Ləmbəranski gedib, Murad Dadaşov da baxmır Sabunçuda. O da götürür mənim ərzəmi. Mən başqa ərzə yazmışam. Oraya ki, mənim torpağımın üstündə əmlakım gedib. Getirib yalandan göndərib 12-ci bölməyə. Sən kimsən? Özü də aradan çıxıb, yalandan gedib, deyir, məzuniyyət deyəm.
Sən kimsən ki, mənim ərizəmi götürüb göndərsin. Qoraçılda da Həbib müəllim yalançıdır. Hamısı əlbirdilər, bir-birlərinə bağlıdırlar. Bir gün getmişəm, yağışda getmişəm, Cavid müəllimin oturan yerinə, polkovnik Cavid müəllimin yanına. Məni çıxardıblar Cövhərdir, Cövhiddir, nədir? Onun yanına 2 aydır Əjdər adlı müstəntiq məni alladır. Mənə deyir ki, Gülnaz xanım alladır. 2 dəfədir məni çağırıram, dilini oxum, nə bilim o satı alanları çağırıram, alladır məni. Məndən şikayət eləmə. Bir gün getmişəm, daha ona qulaq asmadım. Girdim Cövhid müəllimin yanına, qız polis girdim ora, Cövhid müəllimə deyirəm ki, biz sizə prokuraturdan kağız, bir də mənim var. Yox, sənin işin şeylədir, məhkəməyə getməsi. Xeyr ola, mənim torpağımı alır, yarı verir mənə. Başqa satılan adamlara mənə tam vermir. Əmlakı tutmursan, dindirmirsən. Mənə yalan çağırır Əjdər müəllim sənədini vermir. Mən niyə vermərəm sənədimi? Göstərmişəm. Sən müstəntiqsən, polisi göndər, onu götür. Eləmirlər, baxmırlar. Qız da polis qolundan tutub məni bayıra çıxardır. Mən siyasətçi deyirəm, mən öz əmlakımı istəyirəm. Bunlar bir-birlərinə bağlıdır. Xahiş edirəm sizdən, mən yorulmuşam. Belə olmaz. Mən bir də qeydəcəm Mehriban xanımı, bütün hər yana qeydəcəm. Mən evimi, əmlakımı almasam atamın, mən sizə deyirəm, qorxusmuram. Gedib oranı yandıracam, özümü də yandıracam. Kim deyir, siz tutucuysuz, deyəcəm, heç kimdən qorxmam. Mən polis ailəsiyəm, veteran ailəsiyəm. Anam QKB-də Heydər Əliyevlə işləyib 15 il. Polkovnikdir, qardaşım da polkovnikdir. Onlar rəhmətə gedib, onlar olsa 2 dəqiqədə alardı. Pul alıblar, hamısı bir-birinə zəncirvari bağlıdır. Xahiş edirəm, baxın, qurban olun.